Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bəli, saat 21:00 etiraf verilişi MTV kanalında sizi salamlayıram. Eyni vaxtda, eyni zamanda və eyni məkanda sizi salamlayıram və deyirəm ki, xoş gördük mənim dəyərli izləyicilərim. Allah hamınızı qorusun, hamınıza gözəl günlər bəxş eləsin və əhvalınız xoş olsun və bilirik ki, sabah artıq həftənin bazar ertəsidir. Elə bazar ertəsindən işləriniz uğurlu, xeyirli, ruzulu, bərəkətli olsun və tutduğunuz bütün arzular cin olsun. Bugün etirafın qonağı bizim hamımızın dəyərlisi, onun şəxsiyyətinə, onun insanlığına dərin hörmət elədiyim Borçalı oğlunun, daha doğrusu Borçalının dəyərli oğlu İbrahim Borçalıdır. Xoş gəlmişsən və Allah sənə səbir versin. Səbir. Allahın səbri böyükdür. Ona görə də Allah hər birimizi bir cür sınağa çəkir, bir cür imtihana çəkir. O imtihandan da biz, bilirsiniz, sizə bir söz deyim. Nə qədər kim nə deyir desin, İbrahim Borçalının dərdin ancaq oğul itirən atalar bilər. Deyir, o qolu kəsiyin dərdin qolu kəsiyi bilir və heç kim onu bilə bilməz. Amma məni kimi yaxın dostlar, məni kimi insanlar ancaq deyə bilər ki, Allah sənə səbri versin. Düzdür, bədən olarım. Xoş gördük səni, illər dostum. Öz duruşunu, stoykasını saxlayan İlham bu sizsiz. Mən, vallahi elə toçlu yadımdadır, 20 il bəlkə də var. İlk verilişdə... 2000 neçənci il idi? 2002 yoxsa 2003? Məncə 2003 idi. 2003. Rovna 21 il bundan. 21 il bundan öncə etiraf verilişində qara saçlı, çılğın bir oğlan uşağı oturmuşdu mənim qarşımda. Və mən ona suallar verdim. Dedi, mən ailəliyəm, 2 evladım var, xoşbəxt atıyam, xoşbəxt ailə başçısıyam və 21 ildən sonra yenə də İbrahim Borçalı mənim qarşımda ağarmış saçları ilə, gözlərindən qəm-kədər və istəyir onu hamıdan gizlətmək, amma içində bir fəryat var, alınmır, alınmır. Düzdür. İbrahim, qardaşım, bu 21 ilin içində deyim, nə dəyişdi? Hamımıza məlum olan bir şey dəyişdi, bilirəm. Bunu bilirəm. Ümumiyyətlə, ata olmaq çətindir, yoxsa asan? Çətindir. Çətindir, bilsən, tək elə övladı itirən atalar kimi də yox, elə bir övladı əlini çörəyə çatdırmaq, düzgün yolla davam elətməyinə inanmaq. Hə, o valideyn var ki, bəli, heç istəməz necə olsun, amma atalardan söhbət gedirsə, Əsl atalardan söhbət gedirsə çox çətindir. Çox çətindir. Bəli. İbrahim bəy, gəlin belə eləyək də. Gəlin biraz başdan başlayaq. İbrahim Borçalı kimdir? Harada doğulub? Hansı ailədə doğulub? Neçə bacı, neçə qardaş olublar və necə oldu ki, Borçalıdan Bakıya gəldim və xahiş edirəm, qısa. Yəni, tarih yollarında demişsiniz bunu. Amma bir daha təkrar edirəm. Atam Tərəkəmə, anam Ərdəbildən gəlmə, ana babam İrandan gəlmə. Borçalıda doğulduq, Marinurun aşağı Saral kəndində. Orta məktəb bitirəndən sonra Vladikavkaza üz tutdum. Orada elə tələbəlik həyatında qiyabi çevirib bizneslə məşğul olduq. Sonra bir neçədən sonra mən nişanlandım. Ailə qurandan sonra mən müğənni oldum. Neçə yaşında ailə qurdunuz? Mən 22 yaşında. 22 yaşında. 25 yaşında da kaset buraxdım.
25 yaşında. 25 yaşında ilk kasetimi buraxdım. Bəli. Azərbaycana gəldim. bəli. O Borçalı, unutmaq olarım, Borçalı Bəli. mahnısı düşərli oldu və Səbuhi studiyasından təklif aldım, mən Bakıya gəldim. 9 bacı, 3 qardaş. 9 bacı, 3 3 qardaş, bəli. Atam Rəhim balamın adı, atamın adı idi. Atanın adı. Bəli. Axırıncıyam, son uşağım, belə də gəldik 25 ildə ki, Azərbaycandayıq. 25 ilə keçdi. 25. Sənətdən olandan, kaset devrindən. Nə bilim, deyir, tapdığına sevinmə, itirdiyinə də yanma, verən də Allah'da Allah. Allah'ın Allah'dır, bəli. Bilmirik, sabah bizi kinomuz necə qutaracaq. Heç kim bilmir başına nə gələcək. Mən həmişə deyirəm, bu həyat bir uzun, elə bir tren gedir. Bəli. Azərbaycanda qatar gedir. Qatar. O qatarın çox dayanacaqları var. Amma sonunda da lap son duracaq var da, son duracaq. O da həyatın sonudur. Bəli, o da həyatın sonudur. Amma tez düşəni də var. Tez düşəni də var. Gec düşəni də var. Amma mən bir dənə nə gördüm ki, yəni sən istəsən də ki, o dərdlə nə ölə bilmirsən, öldürən də gələ Allah canına. Ona görə bir dənə insanda nə yaranır? Soyuqqanlılıq, belə əsəbilik, həyata baxış dəyişir. Yəni bu insan sözü mən həmişə deyirəm, unutqan deməkdir Quranda. İnsan həm unutqanıq, həm də ən vəhşi canlı biz insanıq. Ona görə müəyyən işi yaxşı olanda, vəzifə, pul deyirsən, belə olacaq, belə olacaq. Yox, hər şeyin bir sonu var. Bizim apardığımız da ad olacaq, qalan da ad olacaq. Bəli. İnsan bir dənə adını həm saxlayır, həm aparır. Bəli, tamamdır. O vəzifə, o pul, o yaratdığımız heç bir şeydən söhbət getmir. Nətər insan idi, ya yaxşı, ya pis. Ona görə insan adı təmiz olmağı yetər. İbrahim bəy, mən sizə bir söz deyim də. Ümumiyyətlə, həyat, yəni, bilirsiniz nədir? Gəl açıq danışıq. Evladımız dünyaya gəlir, sevinirik. Nəyisə tapırıq, sevinirik. Nəyisə itiririk, kədərlənirik. Həyat bizi elə bir sürprizlərlə imtihana çəkir ki, heç bəlkə də yatar insanın xəyalından gəlmir. Nə deyim? O vaxtı gəlib mənim qarşımda əyləşəndə elə gözəl suallar verirdim ki, sizə. Belə, necə deyim, həmən qalır, o kadr var. Yadımdadır, talih yollarında dedin ki, kimisə kədər olanda mənim verişimdə olan. Bugün biz külək danışaq. Ay, sağ ol. Çünki amma niyə görə ki... ola bilmədik ki, bax, belə bir həyat. Onda siz, yenə deyirəm də, tamam başqa idi, çılğın idiniz. Ancaq belə üzünüz gülürdü. Ancaq elə demək olar ki, bir verilişdə 5 dənə mahnı oxudunuz. Özü də Allah rəhmət eləsin İlhamə Quliyevanı mənə zəng vurdu ki, bəs belə bir oğlan var. Borçalı balasıdır, İlham. Bəs onu efirə çıxart. Dedim, baş üstə. Niyə çıxartmırıq ki? Sonra mən sizlə tanış oldum. Doğrudan da gördüm ki, canlara dəyən insansınız. Allah sizi var eləsin. Və İlhamə Quliyevanın da sizə böyük hörməti var idi. Bəli, biz çox Rusiya qastrollara getdik. Bəli, özü danışmışdı. Neçə müğənnilərin başında həmişə İlhamə xanıma deyirdim. O da baxırdı komandaya, hansı məsləhətdir, hansı məsləhətdir. Yəni, özü ilk dəfə gəldi, burada bütün mediaya mən təqdim elədi. Bilirəm, ilk siz Azərbaycana gələndərlə İlhamə xanım sizi təqdim elədi və mənə də zəng vurdu, gecə siz də yanındaydınız, gecə saat 11 olardı, 12 olardı, bəlkə də hansısa bir restoranda oturmuşdu, çörək yeyirdiniz, mənə zəng vurdu. Belədən sonra sabahsı gün sizlə danışdıq, görüşdük və efirə dəvət elədim. Amma indi İlham Mirzəyev söz tapıb İbrahim Borçalıya deyə bilmir. Çünki niyə görə ki, mən də atıyam, mənim də evladlarım var və mən hər bir oğul itirən atalara deyirəm ki, inanın, yəni heç kim bilmir başına nə gələcək, heç kim bilmir. Ona görə də Allah
Yəni deyirəm, bir dənə səbirdən başqa heç razılamaq olmur. O biri var, deyirsən ki, son qəmin olsun. Elə mənim də qəbul elədiyim bir dənə səbir. Bəli, adam var deyir ki, son qəmin olsa o düzgündür. İnsan varsa, həmişə o qəmi biz yaşayacaq. Deyirlər ki, sonuncu nəbim nə olsun, o da düzgündür. Yəni, insan varsa, ölüm də var, itim də var. Deyir, bu ayrılıq, nə bilim, Rübama Muradova deyir, nə deyir? Döngələr var, dönüm var, ayrılıq var, ölüm var. Yəni, bu bizim insanın alnına yazıb. Amma əsl mərd insan odur ki, bu əzablara qartlaşaraq həyatda dik durmağı bacarsın. Onu da mən bilirəm içindən nələr keçir, amma onu da bacarırsan, o da sənin əsl kişiliyin xəbəri verir. Çünki gəl açıq danışaq, insanın necə ola bilər? Adi bir insan qapısında bir toyuq saxlayır, 5 dənə toyuq saxlayır, bir dənə toyuq gəlməyəndə o qonşunu, bu qonşunu gəzir və insanın gözü qapıda qalır həmişə. Mən danışıram, tükərim biz olur. Ona görə də qadan alaram. Mən səni çox gözəl başa düşürəm, mən istəmirəm səni o yarana toxunmaq. Allah sənə, yoldaşına səbir versin, o gözəl bacıma, qeyrətli bacıma səbir versin. Allah səni o gözəl balanı da, qızını xoşbəxtəvər eləsin, nəvələrinin sayı çoxalsın. Mən bilirəm, bu unudulan bir şey deyil. Amma xoş günlər olsun da, başın xoş günlərə qarışsın, onun da ruhu, onsuz da biz hamımız gedəcəyik. Zaten cisimimiz torpağa, ruhumuz göyə çəkilir. Valla ruhlar yaşayır, ruhlar var. Ona görə də. İbrahim, qardaş, qurban sənə. Mən hərdən İbrahim də deyirəm, qardaş da deyirəm, İbrahim bəy də deyirəm. Mən əzizim sənə. Allah, biz əzizik, doğumuyuq, yaxınıq, illərdir də biz görüşməsək də belə, yenə də yaxınıq. Bax, planların nədir? Neynəmək istəyirsən? Valla, sənət öz yerində, mən həmişə istəməmişəm, lap öndə olam, elə öz adım olsun, yetər, təmiz adım. Özümüz yazıb bəstəliyirik, hərdən də efirə təqdim edirik dinləyicilərə o yerində. Bir dənə elə planım odur ki, Allah hamının övladlarını ilə qızımın gözəl Allah bəxtini versin, onun nəvəsini görüm. Zaten də 100 yaş yaşamayacaq ki, indən belə nə olar? Allah verən vaxtı sağlam yaşayım yetər. Əlbəttə. Əlbəttə, əsas odur. Toylar var da, yəqin ki. Buradadır, yoxsa Rusiyada, Gürcüstanda? Hər tərəfdə. Çünki sizi tapmaq olmur. Ya buradasınız, ya oradasınız. Yəni, düzdür, bu son 4 ildə Rusiya-Ukrayna müharibəsi çox təsirdə idi. Bizim Azərbaycanlılarla, Ukraynada yaşayan, Rusiyada yaşayan hamısına təsir edir. Amma yenə də Allah bərəkət versin, xeyirlə şər qardaş bacıdır. Müharibə ya bir yanda gedir, bir yanda toy eləyirlər, bu iş elədir. Bəli, həmişə elədir, həmişə olub da elədir. Ümumiyyətlə, İbrahim Borçalı üçün həyat nədir? Həyat mənim üçün bir, necə deyim də, bir kinodur. Hərə gəl öz rolunu oynayır. Amma çalışıb rejissorluq eləməlisən. Aktyorluq yox, rejissorluq eləməlisən. İndi sizə bir söz deyim. İnsan evlad dünyaya gətirəndə ümumiyyətlə hər bir atanın, ananın arzusudur ki, bunu geçsin, bura geçsin, bu olsun, bu olsun. Biz istəyirik. Amma deyir, sən saydığını say, gör fələyinə say. Ona görə də mən burada məsləhət görürəm hamıya ki, heç vaxt deməyin ki, filan şey olmayacaq. Heç kim sığırtalanmayın. Bugün mən veriliş aparıram, bəlkə sabah eşidə bilərsiniz ki, mən yoxam. Yəni, bu adil də, adi haldır, real şeydən danışaq da. Ona görə də mal üstündə, mülk üstündə, bu günləri bacı qardaşı, qardaş bacını, ata balanı, ana balanı, ev üstündə davalar gedir, miras üstündə davalar gedir. Niyə onda o var, niyə məndə yoxdur, çox pis xəstəlik. Niyə onun o Range Rover sürür, o Cadillac sürür, mən bunu sürmürəm. Ay bala, vallah, billah, and olsun Allaha, insan yaşlaşdıqca
İbrahim bəy, Dərk inanın, eləyir. daha da dərk edir. Dərk edir. Mən deyirəm, kaş mənim məsəl üçün 2 otaqlı evim olsun, amma huzur olsun. Huzur olsun. Rahat olum. İndi sən gəl açıq etiraf elə. Sən hər şeyi verərdin ki, Heç sənin balan əlində mən olsun. deyirdim ki, heç gəlib bu sənətə də gəlməzdim. Elə kənddə oturardım, Ay, öləndən rəhmət. kartov əkərdim bu dərdə yaşamağa. Aysa. Mən təzə Azərbaycana gələndə kaset çıxardan dövrü, bir özüm oturanda bir şəhərə baxdım, bulvar qırağında dedim, ay Allah, bu onda 9 milyon idi. Dedim, bu 9 milyon məni tanıya. Gəldi sırazı kasetlər dövründən tanındım, tuzdurdum, hər şey verdi. Allah dedi, bax görəm, istədim verdim, bu da var, indi həyatın bu ucu da var. Sonra dedim ki, heç bunları heç görməyəydim, nə də bu hissləri yaşamayaydım, elə qalaydım yerimdə. Yəni bu, insan hər şeyə görəndən sonra deyirsən, buna görəmi? Buna görəmi? Buna görəmi? Ona görə də biz çox vaxt özüm qarışıq, naşükür insanlarıq. Açığı, Allah yaratdığı bəndələrik də. Bilirsiniz, biri var ki, insana bax bunu verirlər, şükür. Bu olanda da şükür elə. Bir dənə parça bir çörək tapırsa, ona da şükür elə. Amma adam var ki, hər şey ona deyir, olsun, olsun, olsun. Necəsən? O dünyaya kim nə özü ilə aparır? Nə də versən, nə də dünyaları versən, heç nəyə ala bilməsən. Gəl, məsəl üçün, mən atam 58 yaşında dünyasını dəyişir. Mən hər şeyimi verərdim ki, bircə atam şikəst olsun, ancaq divanda uzansın, mən ona qulluq edeyim. Yəni, həyat budur, amma biz insana deyirəm, mən deyirəm bunu, amma özüm deyirəm, özüm də mən eləmirəm. Deyirəm, unutqanıq da, insan unutqandır. Yəni, unutqan millətik. Amma bu bizim qanımızdadır, genimizdədir. Bizim gözümüz nəzərsə doymur. Bax, bu arzudan arzu doğur, düzdür, getmək lazım. Bu arzuya çatırıq, deyirik, bunu deyirik. Bu arzuya düzdür, bunun lazımdır. Amma qədərincə, ailəmiz dolansın, heç kimə möhtac olmayaq, yetər. Yetər. Amma biz deyirik ki, bəzilərimiz deyir ki, yox, oğlumun, oğluna da qalsın. Onsuz da oğlunun oğlu yad nəsil gəlir artıq. Vallah düz deyirəm. Bəli, Allah kərimdir, yenidən bismillah. Onsuz da hamımız hər şeyi təzədən başlayırıq. Başqa yolun yoxdur. Ya yaşamalısan, ya dayanmalısan. Bəli. Amma sizə bir söz deyim də. Həyat bir mübarizədir. Onsuz da həyat amansızdır. Həyat çox qansızdır. Acımasızdır. Fanidir. İnam yoxdur. İnam yoxdur, etibar yoxdur. İndi bu dəqiqə insanlara inam yoxdur, onda qala həyat. Mən adicə birdən öz-özümə bir-iki dostlarım var deyirəm. Yəni bu pandemiya dövründən bəri 5 il. Bəli. Nə dostluq qaldı, nə mehribançılıq qaldı, nə qohumluq qaldı. İnsanlar elə bir soyuqqanlı oldu, dəyişdi. Təbii. Bir-birinə istifadə ilə yanaşmaq, belə soyuqqanlılıq. Baxırsan ki, həyatın, dünyanın sonu gəlir. Ay İbrahim bəy, sizə bir söz deyim. Bir pandemiya mən deyərdim ki, bir alim kimi, bir deyərdim ki, heç aparıcılığı qoyuram kənara, bir psixolog kimi, alim kimi deyərdim ki, bütün ümumiyyətlə 124 min peyğəmbərin yaşadığı devirdə insanların hərəsi bir cürə sınaqla imtihana çəkilib. Birində dərdlərlə, bəlalarla, vəba, taun, nə bilim, nə. Elə bir biz də bu pandemiya ilə bizim dünya, elə bir bu pandemiya bizə bir sınaq gəldi. Və imkanı olanlar, pulu olanlar, varı dövləti olanlar baxdılar, gördülər ki, yasaq qoyuldu. Yəni, çıxa bilməzsən, 2 saatdan artıq ora-bura gedə bilməzsən. Mənim fikrimcə. Və lap belə milyonerlər baxdılar ki, tək insan xoşbəxt ola bilmir. Cəmiyyət xoşbəxt olmalıdır. Sənin qonum, qonşu, qohum, əqrəbə, elin, oban xoşbəxt olmalıdır ki, sən xoşbəxt yaşaya biləsən. Öz aramızda. Bir dənə qoyunu kəsir, qoy evində, otur. Bir dananı kəsir, qoy evində. Gündə ona nə ləzzət olacaq?
Özündəki Gürcüstanlı Borçalı balasısan. Sizin süfrələr həmişə açıq olub, dost, tanış, qohum, məqrəbə. Bu dəqiqə hal-hazırda o Borçalıda ümumiyyətlə Gürcüstanda yaşayan Azərbaycanlılarda böyük, kiçik, hörmət, ondan sonra el, oba, birlik qalıb. Qonaqpərvərlik qalıb. Bu dəqiqə qalıb. Amma insanlarda yadlaşma prosesi gedir. Yadlaşma prosesi gedir. Gəlirəm İbrahim bəyin evinə və yaxud da İbrahim bəy gəlir bizə. Salam əleykum salam. Ay İlham, internetin parolu nədir? Girir ora. Valla. Və yaxud da mən gedirəm, internetin parolu nədir? Gedirik kinoya baxmağa, gedirik yaxşı dəyərli konsertə baxmağa. Adicə nə oldu da? Dostlar yığışır bir yerə, ailəvi, hərə alır telefon. Bir xəstəlik kimi bunu yayıblar. Çox. Olmasa, internet olmasa deyirsən... Ay qardaşım, bir ailədə oturursan, arvadın əlində telefon, oğlanın əlində telefon, qızın əlində telefon, bilmirsən nə danışarsan, heç nə. Hərə durur. Özdə bir şey var ki, deyirsən bunu, hamısı qoyur qırağa, 5 dəqiqəsində bir də götür. Ay, belə özümüz də eləyirik də, özümüz də eləyirik də. Vallahi. Xəstəlikdir bu. Xəstəliyə düşmüşük, qardaş. Dərdə düşmüşük, dərmanımız yox. Mənəm bizə bir-iki verilişdə nəyi dedim dostlarım, söhbət düşdü oradan, deyirəm qabaqdan qız sevərdin. Məsələn, xanımın məndən 2 sinif aşağı oxuyub. Gedirdim məktəbə, başqa məktəb idi. Ki, o dərsdən çıxanda bir gözün onun gözünə dəyəcək. İndi də görüntülə yığırlar, danışırlar, heç bir-birinə görüşüb, çay da içmirlər, telefonda dalaşıb ayrılırlar. Ay, İbrahim, sənə qurban olum, hələ deyirsən, görüşüb ayrılırlar. Heç, bu TikTok'dan, Instagram'dan ailə quranlar var. Sevgiden bir sevgi yoxdur. Həm də ki, bir də görürsən, artıq bəzi kişilər, bu xanımları açıram sizi, bəzi kişilər telefondan istifadə eləmir. O TikTok'un direktindən istifadə edir. Ay xanımlar, sizi anladırlar. Telefonu qoyur arvadın gözünün qabağında ki, bu daxa, mənim telefonumun nə parolu var, nə bir şey. WhatsApp moddan düşür. Məndən təmiz kişi yoxdur, amma o kişilər, hansı bəziləri, o kişilər TikTok'un şəxsində yazışırlar, görüşürlər, saatı da dəqiqləşdirirlər. Vallahi düz deyirəm. Allah hamd olsun. Çox qəribə bir şeydir. Bax, indi 50 yaşım var da, mən sizdən 9 yaş böyüyəm də. Maşallah. Yəni... Məndən 9 yaş kiçik görünürsən, narahat olma. O, mən deyir, ay İbrahim, yer edirəm, hərəmiz Allah bir cüstünağa çəkir. Amma deyir, qurban olum, bizim bir qonşumuz var idi. Mən Bülbülədə qalırdım, kiraya qalırdım, sonra da ev aldım, orada qaldım. Bakılı xanım idi, Allah onu qəni-qəni rəhmət eləsin. Deyirdi, qurban olum düşmənə, düşmən qoymur məni düşməyə. El gözünə, oba gözünə insan özünü həmişə saxlayır. İçindəki içindədir onsuz da. Amma o dərd səni iləndir, məni iləndir, özümüzləndir. Hərə öz dərdin içində özü çəkir. Hərənin bir cür dərdi var. Hərənin bir cür dərdi. İnanın Allaha, mən sizə bir söz deyim ki, bu dəqiqə dərdsiz insan yoxdur. Hərənin öz dərdi var, amma hərə istəyir ki, bir dənə çıxış yolu, çünki həyat yaşamaqlısan. Axı, qalanları da yaşatmalısan. Səndən asılıdır. Sənin məsələn yoldaşın var, qızın var, məsələn onları yerbəyir eləməlisən, məsuliyyətin çoxdur. Düzdür qadınım. Çoxdur. Ona görə də nə deyim valla, heç də deyə bilmirəm. Amma onu demək istəyərdim ki, ümumiyyətlə İbrahim Borçalı bu həyata yenidən gəlsəydi, etirafdır da, 21 ildən sonra gəlmişsən, hansı səhvləri düzəldərdin? Çox səhvlər düzəldərdi. İnsan düzdür, yenidən gəlmir. Amma birdən fikirləşsəydin, gəlsəydin... Məsələn, nəyi düzəldərdin? 50-ni keçmirsən də, deyil, 50-ni aşırdın, 100-də nə qaldı? Valla, necə deyim? Qorxma arvadlardan, narahat ol. Yox, elə birisi, məsələn, xanımma gənc yaşlarında çox əzab vermişəm, əsəb olmuşam, onu eləməzdim. O mənə dəstəkləmiş olub, onu etiraf edirəm. Məsələn, heç bəlkə də bu sənətə gəlməzdim, amma mənim bu dəqiqə Rusiyada vaxtında mən dediklərimi eləsəm, elə iş qurardım ki, bu dəqiqə o pullu adamlardan biri olardım, gələcəyə göz. Yəni, səhifini düzəltməkdən gedirsə. Əsas bu ikisi. İndi gəl, bana ipucu özün verdin də, gəl qardaş kimi danışırıq.
Çoxmu əziyyət vermirsən xanımına? Cavan vaxtda, gənc vaxtda. Çox ağır xasiyyətim olub da. Qısqanc olmuşsan. Qısqanc olmuşam, belə çox əsəbi olmuşam. Vurub yıxan olmuşsan. Bəli, bəli. İndi xanımın baxır sənə. Baxır. Ayın neçəsindənsiniz, hansı aydansınız? Mən? Hə, Mən fevralın 9-u. fevralın 9-u. Bəli. İndi inşallah 50 yaşın olub da, 51-ə keçmişsiniz, 51-in içindəsiniz. Hal-hazırda yoldaşınız neçə yaş kiçikdir sizdən? 2 yaş. 2 yaş kiçikdir. Hal-hazırda baxır, baba bu kameraya baxır. Etiraf elə ona, zəhmət olmasa. Etiraf odur ki, mənim xanımım olmasa, mən nətər deyim, həyatımda məni tutub saxlayan odur. Yəni ki, həyata mən 10-cu dəfə gəlsəm də mən onunla ailə qurardım. Mənim əziz bacım, bax gördünüz, İbrahim Borçalı 50 yaşında, deyə 50 yaşda, 51-ə tamam olmayıb. Bax bunu etiraf edir ki, siz onun yaşam stimulusunuz. Siz onun arxasında bir dağsınız, doğrudan da. Qeyrətli, mərfətli. Zöhrə adıdır. Çox. Zöhrə. Çox. Zöhrə xanım. Bəli, bəli. Zöhrə xanım, Allah sizə səbir versin. Allah sizi o qızınızın, İbrahim bəyin başından əski eləməsin. Allah sizə möhkəm dözüm versin. Siz mətanətli xanımsınız, səbirli xanımsınız. İnşallah o qədər nəvələriniz olsun ki, Allah sizin başınızı o nəvələrinizlə qarışdırsın və sizi ancaq bundan sonra xoş günlərlə müjdələsin. Yəni, ona görə də səbir, təmkin və sizi ayırmasın bir-birindən. Çünki kişinin bu dəqiqə hal-hazırda əsl ailə bilən kişinin arxasında dəyərli bir xanımı varsa, o kişi xoşbəxt kişidir. Sağ ol. Valla, əsl dəyərli xanımında və arxasında dəyərli bir kişi varsa, o da xoşbəxtdir. Çünki mən istəyirəm, ailələr dağılmasın, ailələr xoşbəxt olsun, bəxtəvər olsun. Bax, gəncliyində İbrahim bəy kimi səhv buraxan kişilər də qısqanc, ondan sonra bir balaca davadalarsa doyanmayan, bu vaxtı peşman olurlar. Çünki bilir ki, kişiyə qalan yalnız arvad olur. Və salam, odur. Düzdür. Ona görə, İbrahim bəy, bu günləri İbrahim Borçalı, indi məsəl üçün Azərbaycandır, Gürcüstandır, məsəl üçün indi Rusiyanı demirəm də, indi məsəl üçün buranı. İbrahim Borçalı deyən kimi artıq tanınırsınız. Bu tanınmaq insanı doğrudan da ucaldır mı? Tanınmaq ucaldır, sən o ucalığı düzgün qazanıbsansa. Yəni, bir səhv insanların 90%-dən sən o mehribançılığı həyatda, bir mağazaya girəndə, küçədə o sözləri eşidirsənsə, o mehribançılığı görürsənsə, görürsən ki, bu hədər getmədi. Yəni, səni sən kimi tanıyırlarsa, sən ondan ləzzət alırsan. Mən biləm ki, siz dəyişilməzsiniz. Sizin daxilinizə də var. Çünki niyə görə ki, siz mən artıq illərdir tanıyıram, heç vaxt sizi heç yer dəyişmədi. Elədir. Heç vaxt heç yer dəyişmədi. Nə ad, nə san, nə pul, nə var, nə dövlət. Elə siz bura gələndə pullu idiniz hələ. Pullu idiniz siz. Mən həmişə nəyi deyirəm, elə dostlarım ortadan deyirəm, mən gözümü açandan 12-ci uşaq olsam da açmışam, görmüşəm, peçə odun yandıranda bizim evlər atapliylə olub, qaşqar yandırıb. 2 mərtəbə kişi və pullu olub, imkanlı olub, qapımız asfalt olub, ən dövrün maşınlarını sürüb. Həmişə kilo ilə alanda bu, o zaman yekə böyük maşınla evə 12 uşağa bazarlıq edirdik. Yəni ki, görə gəlmiş, indən sonra nə vəzifə, nə pul, ona görə mən heç kimin qabağında əyilməmişəm. Bu vəzifəli şəxsdir, mən bu yanda belə oturum, bunun imkanı var, yox. Demişəm, qardaş, milyonun var, Allah özünə qismət eləsin. Birdən ona buna verərsən, heç kimə verəsi deyilsən. Ortaya çıxan insanlığındır. Dostluq deyirsən, dostluq eləyir. Kimin nəyi var özünə qismət? Deyirsən, ondan danışaq. Mən səni niyə başmaşa tutmalıyım yanında? O, hər şey özünə qismət insanı. Ona görə məni heç nə ilə, ona görə də bəlkə də mənim elə burada da, Rusiyada da xətirmişlər ki, mən sözü üzərinə demişəm. Onu da belə eləyək. Gəlin reklamlardan sonra söhbətimizi davam edək. Əziz tamaşaçılarımız, reklamlara ayrılır. Reklamlardan sonra dərhal bizə qaydın, çox maraqlı olacaq.
İbrahim bəy, gəlin qaydaq başa. Qaydaq başa. Yenə 25 il qabağa. Yox, 25 il qabağa. Hə. Nə var idi elə o vaxtlarda var idi? Vallahi, mən həmişə deyirəm, həmişə Allah səbur istəyəsin prezidentin bizi bir 6-7 dəfə həcci mübarəsə Allah rəhmət eləsin. Elə ki, o hərdən otururdu, mən onu həmişə axtarırdım. Yəni, bəlkə də indi belə şey çıxmasın, show biznesdə bəlkə də 2 adamdan razıysa biri mən idim. Həmişə onu axtarmışam. İndi həccinin adını çəkdiniz. Yəni, hərdən nə idi? Sağdır da həcci indi. Yox, rəhmətə gedib. Rəhmətə gedib, Allah rəhmət eləsin. 6-7 aydır. Deyirəm də, hə, Allah onun məkanın cənnət eləsin. Sözü siz açdınız. Səbəbkar siz deyirsiniz. Mən dedim 25 il. Oturmuşdum, Səbuhi studiyasıdır, Allah rəhmət eləsin. Həcci mənə zəng vardı. Dedi, İlham müəllim, səndən bir xahişim var. Dedim, buyur. Dedi, bir dənə gənc oxuyan var, Naxçıvanlıdır. Vüsal Əliyev. Onu gör neyinirsən, efirə çıxart ki, çıxartdım efirə. Amma buradan Vüsal bəyə deyirəm. Mən Vüsal bəyi doğrudan da şəxsiyyətinə, özünə hörmət eləyən insandır. Amma mənim telefonuma cavab verməmək, Vüsal bəy, sizə heç yaraşmır. Yəni, səs də atdım, cavab vermədiniz və sizi dəvət eləyirdim. Nə oldu? 25 il bundan qabaq mənim verilişimə xahişlə, minnətlə gələ bilirdin. İndi belə böyümüsən, insan öz keçmişini unutmaz. Bunu dedim, sağ ol, təşəkkür edirəm. Yəni, belə də lazımdır. Belə də lazımdır. Məni bu günləri efirə çıxardım, o vaxtı Azərbaycan Dövlət Televiziyasından Telli Pənək qızı. Özü də Vedi Basarlıdır. Əlimdən tutub, efirə gətirib Azərbaycan Dövlət Televiziyasına. 10 il orada işlədim, 20 il Space-də işlədim, artıq bir ildə burada işləyirəm, 31 il. 31 il. Xalq artistləri olub, əməkdar artistləri, heç əməkdar artistləri olmamışlar. Dartırdım, çağırırdım ki, eybi yoxdur, qoy olsun, obursun. Onda televiziya az idi. Az idi, indi televiziya çoxdur. Birincisi, mən inanmıram Vüsal Kərətəliyə, telefon bəlkə başqasında olub, yəni da özü də eşidib, eləyibsə də belə şey, səhv eləyib. Özünə də demişəm, amma mən ondan onu gözləmirdim, o jesti gözləmirdim. Adicə, mən da axır vaxtları istəmirəm belə qəmgin oğlum haqqında qoymurdu. Amma mən deyəcəm, mənsiz yoldaşım dedi ki, İlhamın verilişinə getməlisin. Mən özüm də o xatirə yadımdadır ki, 21 il qabaq, yəni görürsən, həmən bugün də mənim, məsələn, Moldaviyadan, diasporanın sədri, bax, mənlə durdu, verilişə gəldi ki, gelib orada baxacam. Onlar da xoş gəliblər, Zibə xanımımız, o da Moskvada gənc jurnalistimizdir. Yəni, ikisi də gəldi ki, gelib orada baxacam. İkisi də xoş gəlib, əyləşiblər orada, oturublar, qonağımızdılar, canımızla, ciyərimizdir. Belə ən can-ciyər qonağım bura gətirdim. Təşəkkür edirəm, var olun. Biz durduq restoranda yemək yedib, bura gəldik. Çünki siz borçalı balasısınız. Siz borçalı balasısınız. Adam, onu deyirəm, 25 il qabağa qayıtdıqsa, elə ən gözəl devir də o idi. Valla mən də deyirəm. Din, bərəkət, kaset dövrü. Hər şey. Bu sosial şəbəkədən uzaq idik. Hətta Vüsal Əliyev, o tali yolundakı kaseti çıxartdırdı, o ən çox satılan o oldu. Çünki orada öz həyatından ki, danışdı, mən orada ağlayırdım, o danışdı, bütün həyatından danışdı. İndi təbii ki, indi bəzi tanınmış müğənnilərlə duet oxuyur, ondan sonra yenə deyirəm, insan vəzifəyə də gedər, insan xalq artisti də olar, insan əməkdar artisti də olar, fərqi yoxdur. Hamımız torpağa gedəcəyik, hamımız kəfənə büküləcəyik. Ola bilmir ki, bu günləri ən brend oxuyanları qızılla büküb bastıracaqlar, bizi kəfənə büküb bastıracaq. Hamımız eyni yerə gedəcəyik. Amma insan heç vaxt yaxşılıq, mən ömür boyu yaxşılıq unutan insan olmamışam. Bu gün də elə o Səbuhi studiyasından söz düşdü dedim. Yoxsa mən bu günləri Vüsal Əliyev mənim verilişimə gəldi, gəlmədi, heç mənim qulağıma da deyil. Amma vaxtında da ona o yaxşılığı elədim, halal xoş olsun. Dəyərlidir, yenə dəyərli kimi də hörmət edir. Amma bu da lazım idi demək. Çünki niyə görə ki, necə cavab verərsən, elə də cavabını eşidərsən. Yəni ki, bilsin ki, belədir. İndi o 25 il bundan qabaq mən ölüm, nə qədər kasetin satılırdı? Valla, Hacı Allah rəhmət eləsin, mən ilk dəfə o dedi ki, nə oturmuşsan Gürcüstanda, sənin kasetlərin uçur, gəl bura. İlk dəfə o məni gətirdi.
Nə qədər insanlara yaxşılıq eləyib. Hər ayda mən düzünü deyim, mənim evimə gətirirdi kirədə qaldığım yerə, sonra evdə elədim. Hər ay $1000 gətirib pul verir. O vaxtda da $1000. Hər ay $1000 verir, maaş verir. Bəli, bəli, bəli. Allah yenə də ona rəhmət Məkanı eləsin. cənnət olsun onun. Çox gözəl insan idi. Axır illəri də çox otururduq, çay içirdik, həmişə axtarırdım. Həyatdır. Hər an bir vaxtı var, amma gözəl Azərbaycan oğlu oldu, gözəl valideyn oldu, balaları üçün hər şey elədi. O çox gözəl insan idi. O çox insanların əlindən tutdu. Çox insanlara dəstək oldu. Çox insanlara kömək oldu. Bax, elə insanların ruhu şad olsun. Çünki niyə görə ki, yaxşılıq elədilər. Yaxşılıq elədilər. Amma bu günləri kimlərəsə pislik eləyib, qarşılarını alırlar. O insanlar təbii ki, nə bilim, aciz insanlardır o insanlar. İstedadı olan insanların gələ əlindən tutasan, dəstək olasan. Bu günlərdə cavanlara mən dəstəyəm. Allah hamd olsun. Cavanlara dəstəyəm. İstedadı var, səsi var, qoy oxusun da. Nə olar ki? Elə eyni adamı çıxardım, eyni adamı olmur ki. O kasetlərlə neynədin? O pullarla neynədin? Nə elədim, onunla elədim. Mən həmişə necə elə bizim Moldavdan gələn dostuma da deyirəm, Elçin qardaşıma deyirəm ki, həmişə ailədə bir adama Allah ruzu verir. Sənin borcundur, sən qardaş bacı eləməyə. Sən onu tək yesən, Allah xoş getməz. Bəlkə sənin əlindən verir ki, sən bunlara da kömək edin. Mən də həmin o işləri elədim. Yəni, heç vaxt nəsə bu sənətə gəlməmişlər. Rusiyada, Soçidə, bizneslə məşğul olanda həmişə əlimdən gələn hamısını eləmişim. Onu bilirəm, eşitmişəm də, deyiblər də, görmüşəm. Ümumiyyətlə, deyir ki, ailədə ruzunu Allah bir evlada verir. O evladda elə bilginən ki, ailənin qaraçuxasına çevrilir. Atya, anıya, qardaşa, bacıya dəstək olur. Düzdür. Ona görə də Allah o adamın daha da ruzunu bol edir. Elədir. Həyatdır. Filmdə başlayır, qutarır, nə bilim, həyat da qutarır. Ona görə qalan yaxşılıqdır, görə mehribançılıqdır. Elə qohumluğun da qədrini bilməlisən, dostluğun da, nə bilim, ailənin də, o qalır həyatda. İnsan apardığı, yenə deyirəm, ad olur. Apardığım da ad olur, qalan da ad olur. Adımız təmiz olsun. Gələn qonaqlar da sağ olsun ki, gəldilər, bizi dinlədilər, baxdılar. Gəldilər, gördülər ki, bizim də studiyamız, bax, görün nə gözəldir, maşınla girirsən, liftdən qalxırsan, gözəl studiya. Studiyalar geniş, böyük, darışqalıqdır. Hətta qonaq otağımız gəlirsə, oturursan, intəsi, bağışlayın, yaxşı, çayı verə bilmədik sizə. Valla, yenə deyirəm, mən 21 qabaq necə xasiyyətdə görmüşəm, həman xasiyyətdə. Yəni, biz elə də olmalıdır, biz Bakı küləkdir, ora-bura əsək. Ona görə çox xoş oldu səni görmək. Mənə də xoş oldu. Özüm məni axtaranda da ki, mən çox canla, başla görəm, dedim, yığacam, yığdım və belə də olmalıdır. Necə dəqiq, əvvəldə necə dəqiq idinsə, indi açığı biz artıq neçə ildir görüşmürdük. Pandemiyadan qabaq gördüyümüz Aysa, ondan sonra biz görüşə bilməmişik. Amma elə xasiyyət dəyişilmir. Deyir, 50-sində necədirsə, 72-də elə olur. 100-də də elə olur. Allah bizi nadan insanlardan uzaq eləsin. Allah bizim insanlığımızı əlimizdən almasın. Allah bizim mehribançılığımızı əlimizdən almasın. Bu dünya, bugün aparıcıyam, sabahları ola bilər, aparıcı deyiləm, adi insanım. Amma İbrahim Borçalı ilə mənim salamım, sağ olun, münasibətim ömrü boyu yerindədir. Tək ki, xeyir işlərə inşallah bir-birimizə gərək, Allahın köməyinə. Dünyada müqəddəs varlıq nəyə deyirsən? Məncə, dünyada müqəddəs varlıq insanın ailəsinin təmiz olmağı, sağlam olmağı və adının təmiz olmağı. Ona görə əbədi varlıq heç nə yoxdur. Amma insan yaşadığı dövrdə, genə edirəm, apardığın da ad olur, qalan da ad olur. Bəli. Sən öləndə demirlər ki, filan kəsin 6 dənə obyekti var idi, nə bilim nəyi var idi. Deyirlər, nətər insan idi. İnsanlıqdan söhbət gedir. Ən varlıq da elə insanlıqdır. Bəli.
Allah bizim insanlığımızı əlimizdən almasın. Amin, İbrahim bəy, çox xoş söhbətlər oldu sizlə. 21 ildən sonra yenidən görüşdük. Allah bizi şad günlərdə bundan belə görüşdürsün. İnşallah o gün olsun ki, bizim verilsin bayram tədbirlərində, xoş günlərində inşallah iştirak eləyəsiniz. İnşallah. Bir zəngimiz gələndə sevinək, onu arzu edirəm əsas. Mən şəxsən sevinirəm. Mən də sevinirəm. Mən də qazanırım. Mən bilirəm ki, sənin ürəyinə qurban. Ürəyin genişdir. Ona görə də mən buradan tamaşaçılarla sağollaşım, amma İbrahim bəy öz mahnısı ilə sağollaşacaq. Bizim siz etiraf proqramına Divan Konsept Mebel mağazasının sponsorluğu ilə baxırsınız. Azərbaycanda brend olaraq Divan Konsept Mebel mağazası artıq bir brend yaratdı. O brendə Türk məhsullarını bir yerə yaratdı. Ona görə də Türkiyəyə gedib, axtarıb, tapmaq, mebel almaq lazım deyil. Çünki o xərcləri cibinizə qoyun, gedin Xalqlar Dostluğu metrosunun yanında Divan Konsept Mebel mağazasına ürəyinizdən keçən mebelləri alın. Nişanlı qızlarımız, ərə gedən qızlarımız, ümumiyyətlə təzə ev alanlarımız, mebel dəyişən insanlarımız, gedin çeşid və çeşid. Yataq mebeli, qonaq dəsti mebeli, mətbəx mebeli, bağ üçün hər bir şey orada var. İnanın ki, hətta bir şəxsiyyət vəsiqənizi göstərməklə, kredit yolu ilə o şeyləri əldə edəcəksiniz. Elə bir ki, Türkiyədən gəlir, amma o xərclər sizdən çıxmır. Yəni, evinizin içinə gəlir. Və bir də Divan Konsept Mebel mağazasının ən üstünlüyü ondadır ki, ustalar gətirir o ölçüdə bütün mebelləri qoyur və rəhbər olaraq rəhbəri Tural bəy gəlir, özü bir-bir baxır və təhvil verir evin sahibinə. Ona görə də Divan Konsept Mebel mağazası Azərbaycanda brenddir və brend olaraq da qalacaq. Əziz tamaşaçılarımız, bununla da verilişimiz sona çatır. Sağ olun, sağlıqla qalın. İbrahim bəy, təşəkkür edirəm verilişə gəldiyinizə görə. Var olasınız. Allah sizi bundan sonra... Əziz həmişə də əziz olacaq. Sağ olun. Həmişə sizin üzünüz bundan sonra gülər olsun. Allah sizi həmişə qorusun. Əziz tamaşaçılarımız, sizi də qorusun. Sabah bazar ertəsidir. Bazar ertəsindən başlayaraq işləriniz uğurlu, xeyirli, bərəkətli, ruzulu olsun və nə arzularınız varsa inşallah bu həftə ona nail olasın. Sağ olun, sağlıqla qalın. Allah sizi qorusun. Can.